Bakıda Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Olimpiya gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə komitə rəsmiləri, Azərbaycan idmanının tanınmış simaları və digər qonaqlar iştirak etdilər. Dədə Qorqud Parkında reallaşan tədbirdə 1952-1992-ci illərdə Olimpiya oyunlarında medallar qazanmış Azərbaycan idmançıları haqqında geniş məlumat verildi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə Olimpiya gününün idmanın və Olimpiya dəyərlərinin təbliği baxımından əhəmiyyətini vurğulayaraq bu ilki tədbirin Sovet dövründə Olimpiya oyunlarında iştirak etmiş Azərbaycanlı idmançılara həsr olunduğunu bildirdi. Biz bu ilki tədbiri 1952-1992 Sovet döneminde Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakına həsr etmişik. Siz tədbir zamanı göreceksiniz. Biz deyirik ki, Olimpiya günündə bizim bütün olimpiyaçılarımızı yad eləyək. Əlbəttə, müstəqillik dövründə olan bütün olimpiyaçılarımızı hamımız yaxşı tanıyırıq. Amma o dövrdən Sovet İttifaqından qalan idmançılarımızı, məşhur idmançılarımızı çox az tanıyırıq. Yeni nesil ümumiyyətlə tanımır. Ona göre biz bugünü məhz veteranlarımıza, yani o ilk Olimpiya oyunlarında iştirak eden Azərbaycanlılara həsr etmişik. Çıxışlardan sonra kəndir atma, qaçış üzrə yarışlar keçirildi. Sonda qaliblər medal və diplomlarla mükafatlandırıldı. Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə 1948-ci ildən qeyd olunan Olimpiya günü sağlam həyat tərzinin və idmanın təbliğinə xidmət edir. Günarə Sadıxova, Arif Zeynalov, Real.